Bu gün Rusiyanın Anapa şəhərindəki texniki kollecdə silahlı insident baş verib. Hücum edən həmin kollecin 17 yaşlı avtomexanik tələbəsi idi. Qara geyimdə, əlində 12 kalibrli Toz 34 ov tüfəngi və 15 patronla binaya daxil olmağa çalışıb. O, koridorda 10, küçədə isə daha 3 dəfə atəş açıb. Amma böyük bir faciənin qarşısını bir qəhrəman aldı. Texnikomun mühafizəçisi birinci zərbəni öz üzərinə götürdü. O dərhal polisi yığdı və silahlı tələbənin içəri keçməsinə mane oldu. Təəssüf ki, mühafizəçi həyatını itirdi. Qubernatorun sözlərinə görə, əgər o olmasaydı, qurbanların sayı dəfələrlə çox olardı. Hazırda 5 yaralı var, birinin vəziyyəti ağırdır. Atəş açan şəxs dərhal hüquq mühafizə orqanları tərəfindən tutuldu və hazırda onun motivi araşdırılır. Bu hadisə mənə 6 fevralda liseydə baş verən silahlı insidenti xatırlatdı. Orada da liseyin tələbəsi ov tüfəngi vasitəsilə öz müəlliminə xəsarət yetirmişdi. Sizcə son günlərdə 16-17 yaşlı gənclərin silahla məktəbdə insident yaratmasının səbəbi nədir?